Herkese selam. Kanalımıza ve yeni YouTube videomuza her biriniz hoş gelmişsiniz. Oturduk mama bala düşündük ki bugün ne çekey. Karara geldik ki TikTok keşfetini izleyək ve oradaki videoları yorumlayaq. Bir de bəzi paranormal hekayeler saxlamışam, onları oxuyaq. En sonunda mənim də yaşadığım bir şey danışacağım. İllər oldu, Rauf hardasa deyim də, Rauf'un bir aylıq falan idi başıma gəlib. Yəni 4 ildir, hələ də unutmamışam. En sonunda da onu danışacağım. İndi gəlin başlayaq. Öz keşfetimdən başlayıram. Yoxsa Sevranın keşfetində normal bir şey yoxdur, ancaq Əsmir videoları falandır. Bir de önce ben videolarımı göstereyim. Yox, sonra. Əgər istəsəniz yaxşı dedin. Əgər istəsəniz Sevranın priv TikTok hesabı var. Yəni yalnız atası və mən varam takibində. Bir gün oradakı videoları da yorumlayaq. O zaman başlayaq, görək bugünkü keşfetimizdə nələr var. Sizinlə yorumlayaq. Bəvə ümumiyyətlə TikTokda belə mən də bir ara çox aktiv səhifə istifadə edirdim. Bayağı yüksək takipçimiz də var idi. Ben çatan. Səhifə bağlandı. Aha. Ben bu kızları çok sevdim. Sevra yəqin ki baxıb bunlara keşfetmə çıxıb. Dans videoları. Sonra görək maraqlı. Bu nədir? Nə bişirir? Görək. Dadak gibi bir şey. Görək nə bişirir. Aha. Sevirsiniz şirniyyat ümumiyyətlə? Aa, nə gözəl oldu. Dada. Ha, çox qəşəng oldu. Gemi kim? Aha, Şəhriyar gil çıxdı önümüzə. Çok bakıdım ama bunu. Sevra baxır çıxıb. Aha. Telefon. Bu yenə Şam çakun. baxaq görək. Aha, deyir TikTok aramalarına. Mən nə bilim mənim indi TikTokda ilk baxdığım video nədir? Bu nədir? Aha, geyim. Həngəl sevirsiniz? Hələ ki yorumlamağa dair bir şey yoxdur. Kakadove. Bu nədir? Tahta. Tahta. Bizim keşfetimiz niyə belə baraqsızdır? İran prensesi. İran prensesinin şəkli. Bu qızı illərdir izləyirəm, illərdir də, yəni. Yəni indi niyə izləmirəm? Öz-özümü yalan çıxarmayım səviyyəsi. Ha, aldım. Yəni illərdir tanıyıram da bu qızı TikTokda qarşıma çıxır və adı Bəstədir adı. Ha, fenlə kipriyini qurudur. Göy kipriklər daha dik olurmuş. Mənim pulun yoxdur, Atıva deyərsən verər. Mənim kipriklərim də çox uzundur, amma əsla yenə Rauf. Ben puyu yoktu. Ay, çox şirindir. İstəyirsən? Babası da var. Hanla bu bulusu? Ay, nə şirindilər. Ayağında gördüm. Ay, çox şirindilər. Hə, sonra görək nə var. Ah. Elə bildim Rauf deyə. Baxın. Koftasından oxşamır, baxın. Bunlar çəkirlər normalda belə bir dil. Nə qəşəng olub, görə necə eləyirlər. Nə qəşəng eləyir. Nə gözəl oldu. Çox qəşəngdir. Hazırlayarıq biz də. Aha, zontik. Sevra yadınızda da bura Sevranın məktəb bazarlığında bu yerdən eləmişdik, premium eldən. Aha, görə nə çıxır. Nə fərqliliyi var ki, zontikin VIP'dir. Nə fərqliliyi var? Aşağısında fərqliliyi Heç bir fərqliliyi yoxdur. VIP son tipli çətirlər yazıblar. Bir də sözə söz deyim sizə uşaqlar. Belə zontiklər var. Ucunda deşik var. Su çəkirsən uşağa. Gemini istifadə eləmişsiniz. Geminin bizim də şəkillərimiz var. Marketdə övladına ala Mən bilirsiniz. bu qıza baxıram. Yaxşı isə marketdə övladına ala bilirsiniz. Yaşamışam. Ala bilməmək üçün çox birinci. Yaşamışam. Ayda Allah şəfa versin. Allah bütün heç bir valideyni evladı ilə sınağa çəkməsin, yəni. Aha, TikTokda yasaqlı kəlmələr. Neymiş? O. Lazım deyil. Bu kimdir? Ofuş. Ofuş. Ofuş bizim kanalımızı izləyirsən, səni çox sevirik. Ofuş bizim kanalı görməyib. Baymak. Baymak en sevdiğimiz. Saçını nasıl yapıyorsun? Bakalım bakalım. Abacı. Bir dakika. Bu nədir? Qorxdum, dedim o nədir? Yazır bakın. Aşkım dayan da. Bakın bir de. Ha, baxın. Nasıl? Doğduğumuz yıla görə giyiniyoruz. Aha, maraqlıdır, görək. Ümumiyyətlə, aha, belə deyim. Mən 2000 doğumluyam.
Amma indiki qızların bu yeni nəslin 16, 15, 17 yaş qızların geyimini heç anlam verə bilmirəm. O deyirlər enli kuftalar, full enli şalvarlar. Anlaya bilmirəm həqiqətən. Yəni imkan verməyəcək ki, mənə danışmağa. Bəziləri var ki, həqiqətən qəşəng görünür. Bəziləri var, amma həqiqətən qəşəng durur. Aha, Aysun, görək adınız varmı? Günay, Aygün, Aysel, Ayten, Nuray, Fidan, Zəhra, Zəhra. Sevoşun sinif yoldaşı Zəhra. Dərs yazmaqdan Sevoşla sən bu haldasan. Sonra Nərgiz, sonra Nərmin, Fatimə, Fatima Yağmur, Gülnar. Yağmur da var. Ay bu nə dırnaqdır? Ay bunu heç anlaya bilmirəm də. Yəni bu nə dırnaqdır? Yəni bu insan bunu niyə elətdirir? Yəni elətdirənlər öz fikridir təbii ki. Sen kalk. Hə, bax. Hə, öz fikridir. Amma bunu bura baxın, flamaster. Bu nə dırnaqdır axı? Niyə elətdirir də bir insan? Aha, bu nədir? Reklamdır. Hər geminin bütün şeylərini eləmişəm, bir dənə bunu eləməmişəm ki, nə bilim yəni. Ben onu Aha. dedim. Bu kızı çok Kombini nasıl? Beğendiniz mi? Ben beğenmedim. Aha, el yer olub, aha. Ben şeyler çok. Aha, Yok. aha, 3-cü sinifə başlayıb. Bu kimdir? Ana, Sevinç yok. kartı. No. 3-cü sınıf başladı. Allah səbir versin. Biz de 3. sınıfa başladık. Aha, sonra nə var? Görək. Bana. Benim de. Kanalımıza abunə olan hər kəsə böyle bir ev qismət olsun. Biz də içində. Aha, görək 50 qəpiyə nə almaq olar? Maraqlıdır. Bundan savaş sənə alaram. Ya. Bunlar nə mana? Maskalar. Ay, eləmə də. Aa, getdi. Ay, təkrar bax. Ay, sonra gözü görənə gəldi. Maskalar. Ben benim Sonra kremlər. Çox şirindilər. Qəşəngdir. Haradır bura? Gedib baxarıq bura. Ünlü Fatimə videosu gəldi. Aha, bu nədir? Kim? Bilmirəm kimdir. Tipslər yapışdı. Dırnaq düzəldir. Axırda görərsiniz necə olur. Benim. Beyinmədim. Ben de beğenmedim. Bana şişama. Aa, nə gözəl. Nar salatı ən sevdiyim salatdır. Bu nədir? Ruh hayvanım. Araması yapan ve ilk çıkan sizin hanımlar. Arkadaşlar. Vay dede. Vay dede. Arkadaşlar. Golsuzum çevir gece yatabildim. Ay ya. Pozan diye. Ha, çok şirindi. Bana bak. Bakma diyen. Bana. Şey, Bana ha. bakın. Miau. Bu nedir? Korkuyor. Disney prenses yazında. Ay savaşınca bu. Korkuyacağım. Rafım var abi. Sesi imkan vermir bizim videomuzda. Sus oğlum. Korkuyacağım. Qorxmadan niyə qorxasan ki? Korkuyacağım. Baxa görə nə çəkir? Görə necə bir şey çəkir. TikTok kəşfətimiz belədir. Mənim TikTok kəşfətimi... Korkuyacağım. Aha, lavabo dövrü getdi. İndi də nədir bu? Dıbış, bıdış gəldi. Dıbış mı? Nədir? Onlar yapışır. Altı sen yükseldin yapışır. Əsəb pozucu. Vay. Yüreğin. Bu nədir? Bak. Ay, mən bunu bir dəfə rakip eləmişəm. Penin içinə un tökmüşəm. Mən o kadar əsəbləşdirmişdi. O kadar saçımı yomuşdu ki. Mən də götürdüm penin içinə un doldurdum ama uyanık bildi. Onu gördü, bildi, eləmədi. Bakın bak. Aşkım istəmirəm. Gamze karta. Sonra bu nədir? Başla. Oy, bu nədir? Videomuza baxıb keçənlərin belə dırnaqları olsun. Korkuyacağım. Hə, yaxşı. Gemini görə neyiniyib? Vau, nə gözəl alınıb şəkilləri. Ay, mən belə eləmişəm. Aha, 1 manat. Ay, bir də istəsəniz, bir dəfə sizinlə 1 manatlıq yerə gedərik. Əgər istəsəniz bir video. Oradakı 1 manatlıq məhsulları göstərərik sizə ki, bəs 1 manatda nələr almaq olar. Aha, Temu mallarınız gəlir deyə video çəkilir. Dəniz, nə düzəldir? Tapska. Vay, bu nədir? Baba. Neyinir kovanı? Aa! Kova kaçtı. Bunlar nerede ki? Çekiyor. Ay Allah sen. Ay razı olsun. Ay Allah.
Nəysə bu qədər. İndi gedək paranormal hekayələrimizi oxuyaq. Aha, deməli oxuyaq. Görək ki, burada cəmaatın başına nə gəlib. Bir dəqiqə WhatsApp-dan da atmışdım axı bəzilərim mən. Bir dəqiqə onları da bura qayd edeyim, gəlim. Yəqin ki, hamınız Türkçe bilirsiniz. Davay başlayaq görək hekayələr nə deyir. Bir keresinde anneannemlerin evindeydim. Gece saat 1 gibiydi. Mutfağa gittik bir şeyler yemeye. Yani benim o kadar da iştahım olmuyordu. Her gün kısıyordum. Yani hiçbir şey yemiyordum. Neyse gece mutfağa gittik. Pencerede gördük birisi bulaşıklar yıkıyordu. İçeri girdik, hiç kimse yok. Şok üstüne şok geçirdik. Bir an korkudan ne yapacağımı unuttum. Biraz sonra biri sanki tırnak kesiyormuş gibi ama hiç kimse yoktu. Ve geceleri tırnak kesmek yasaktı. Ama halam o geceden önceki tırnağını kesmişti. Yani ki biri gelip içeri girəndə görəsən ki, biri qabları yuyur şaqqa-şaqqa. Əslində bu ev xanımlarının çox işinə yarayar. Amma Allah uzaq etsin. Qışqışlar olsun. Yok. Biz istəmədik çünki mən çox qorxuram. Biz istəmirik, düz deyil. Lazım deyil mənə elə şeylər asla. Həqiqətən də qorxmaqda haqlıdır. Sonra digəri nədir? Aha, nəyə qorxdun? Savaş qorxdur. Sus balam. Aha, gece geç saatlere kadar uyumamış, telefondan bir şeyler izlemiştim. Artık gözlerim yorulmaya başlamıştı. Uyumaya karar verdim. Hava çok sıcaktı ama. Karanlıkta korktuğum için sadece ayaklarımı örtmüştüm. Tam gözlerimi kapatacaktım ki biri piş diye seslendi. Korktuğum için örtümü kafama kadar çekmiştim. Ama bir işe yaramamıştı. Yatağıma biri geliyordu. Üstüme bir ağırlık hissettim. Üstümde bir ağırlık hissettim ama korkudan bakamadım. Tekrar aynı sesi duydum. Piş demişti. Korkudan konuşmayı unutmuştum. Yani evindeki biri de olabilir. Ay ben niye Türkçe'ye bağladım? Evden biri de olabilir bunu korkutmaya çalışan. Ve sonuncu bu gelir. Sonra ben danışacağım. Sonra da videonu bitireceğim. Zaten 5-6 dəqiqəlik video atmaya planlamıştım. Belə. Başlayaq. Bir gün ortancı halam büyük olan halamın evine gitmişler. Ben bilmiyorum, ablam anlattı. Sonra dedem ve nenem İzmir'e gitmişti amcamlara gezmeye. Halam ve ablam korkunç makyaj yapmışlar. Yaxşı. Sonra halam aynada korkutuyor kendini. Kendi kendine ve gülüyor. Ablam da mısır patlatmış ama makyaj cidden korkutucu olmuş. Sonra bunlar Dabbe 7'yi izliyorlar. O makyajla Dabbe 7'yi izliyor. Görüyor musunuz? Görürsünüz uşaqlar. Bir yazıda nöqtə ve vergül önemli görürsünüz. Yani Rauf sus balam. Görürsünüz hiçbir şey yoksa adam gelir sonra geçiyor. Cümle bitirmiş. O makyajla. Sonra halam ve ablam yatak odasına gidiyorlar yatmaya. Ablam su içmeye gidiyor. Sonra yatak odasına geliyor. Halamı aynaya bakarak sallandığını görüyor. Ve ablam kapıyı açıp yukarı kata kaçıyor. Sonra halamın çığlık seslerini ve ablamın çığlık sesleri geliyor. Evdeki herkes aşağıya iniyor. Sonra halamı hocaya götürünce bir 40 penelli'de bir hoca var. O düzeltti halamı. Ama ablama yatamamıştı. Yani birkaç günden sonra yani 6-7 tane hoca gezdik. Sonra halama da ablama da muska yaptırdık. Yani böyle şeylerin olduğuna inanırsınız mı? Ben bu barədə danışmaq istəmirəm, qorxduğuma görə. Yəni bir dəfə də uşaqlar, yəni mənim başıma gəlib, videonun başında dediyim kimi, hər uşaqlar belə TikToku çevirə-çevirə başlayaq sizə mənim başıma gələn qorxunc hekayəni danışmaya. Həqiqətən mən onda çox qorxmuşdum, çox qorxmuşdum. Deməli, Rauf hardasa bir aylıq idi, ya 40'ı çıxmışdı mı, ya çıxmamışdı mı, dəqiq xatırlamıram, amma çox körpəydi. Yəni bir aylıq, 2 ay arasında bir yerdəydi, onu 100% bilirəm. Sevradda 3 yaşı olmamışdı hələ. Deməli, Raqib sən gelib ki mənə hazırlaş, biraz keçsin, gəlirəm, bacım gilə gedək. Bacısı da Nərimanovda olur. Deməli, Raqiblə danışdım, uşaqlar yatmışdılar. Bak, mama maç yedim. Hə, maması maç edir. Mən də uzandım uşaqların yanına, əlimi alnıma qoyub yatmışam. Raqib, sus da, nə olar? Sus balam, sus, yaxşı. Əlimi alnıma qoyub yatmışam. Əlimi alnıma qoyub yatmışam. O fazon məni yuxu aparıb. Görürəm ki, qapı açıldı. Hələ də danışanda tüklərim biz-biz olur. Artıq üstündən 4 ilə yaxın bir müddət keçib, amma hələ də eyni gün kimi xatırlayıram. Deməli, Raqif deməli qapını açdı. Qapı açıldı. Mən də yatmışam. Raqif hər zaman, yəni qapını özü kilitləyib gedir. Gələndə də, yəni görürəm ki, gəlir, qapımı açıram ona qapını və yaxud da özü açıb girir içəri, nə isə. Görürəm ki, Raqif qapını açdı. Biz də uzanmışıq, eyni necə uzanmışıq elə.
Qapını açdı, Ragif girdi içəri, əlində çörək alıb. Yəni hər zaman bizim evə hər gün alınan şey çörəkdir, koladır və uşaqlara nəsə. Deməli dəqiqliyi ilə xatırlam. 2 ədəd çörəkdir, 1 ədəd Sevaşa baxın. 2 ədəd çörəkdir, 1 ədəd də koladır. Gəldi. Haydi. Kedi, hə. 1 ədəd də koladır. Gətirdi, qoydu stola. Mənim üstümə gələndə elə bil əlimi alnımdan kimsə atdı belə üstümə. O əlimin üstünə atılmayıma mən durdum ayağa. Durdum, görəm ki, nə Ragif evdədir, nə bir şey, heç bir şey. Ragif baxıram telefona, 8 dəqiqə öncə Ragiflə danışmışam. O Ragif gəlib girib evə. Yəni mən onun əminəm ki, yəni çox əminəm, milyon faiz əminəm ki, mən nə bilim yuxu görmürdüm, onu 100% bilirəm. Ki Ragif gəldi, əlindəki sumkanı qoydu. Bunu baldızıma danışanda hətta çox qorxmuşdu. Yəni getdik onlara. Sonra ona danışdım, bayağı da qorxmuşdu. O da demiş ki, ayda sən sus falan belə danışırsan belə. Amma həqiqətən, baxın nasıl böyüyüb. Ay, nə oldu? Bu nə daha edit imiş. Belə. Yəni o gün həqiqətən çox qorxmuşdum. Dəhşət bir şey. Təsəvvür, əlimin üstümə düşməyindən sonra bir an ayıldım. Əlimin üstünə düşməyinə ayıldım. Çox qorxmuşdum. Belə yəni mənim də başıma bu gəlib. Sonra olub dəfələrlə nənəmin deməli uşaq idim bir dəfədə. Nəsə olmuşdu, nənəmlə əlaqəli nəsə başıma gəlmiş. Nəysə belə bir şey istəyərsinizsə sizə yazarsınız yorumlara. Belə bir sırf paranormal hekayələrini danışdığımız bir videomuz olar. Belə yəni uşaqlar, hardasa 10 dəqiqəyə yaxın videomuz oldu. Bugün də video atmasaq olmazdı. Belə, yəni əgər bugünkü videomuzu bəyəndinizsə, like atıb, yorum yazıb, abunə olmağı unutmayın. Deyə bilərsən. Mən çox qorxdum və inanılmaz bana nələr yaşanmışsan sən. Sən onda körpəydin, heç nə bilmirdin. Belə, kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Hələlik.